Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 28 dekabr 2025-ci il 10-cu siniflər üçün keçirilmiş OTK sınağının ingilis dili suallarının izahına baxırıq. Onu da qeyd edim ki, izah etdiyim variant A variantıdır. Bütün variantlarda suallar eynidir, sadəcə yerləri fərqlidir. Ona görə də sualları öz kitabçanızda uyğunlaşdırıb cavabları tapa bilərsiniz. Cavabları üzərində qeyd etmişəm ki, sizin üçün yoxlamaq daha asan olsun. İndi isə gəlin baxaq izahlara. Birinci testimiz agreement testidir və bilirik ki, of-dan əvvələ baxırıq. Collection təkdə olduğu üçün is təkdədir, ona görə 1 doğrudur. Traveling to different places qaydalardan bilirik ki, sözündən əvvələ baxırıq. Traveling ing-li feildir, xəbər təkdə olmalıydı. Burada isə verb verilib, yanlışdır. 3-də both and-in xəbəri cəm olmalıydı, 3 doğrudur. 4-də presentation prepared by the students were interesting. Şagirdlər tərəfindən hazırlanmış presentation maraqlı idi. Burada isimdən, yəni mübtədadan sonra P2 verilib deyə biz ondan hər zaman əvvələ baxırıq. Çünki burada maraqlı olan presentation'dır. Ona görə presentation təkdir deyə verb olmamalıydı. Cavab olur B variantı. 57-ci test adjective veya adverb testidir. Burada bilirik ki, xəbərdən sonra verilibsə bizdən zərf soruşur. Zərf olan strukturları saxlayıb digərlərinə çıxsaq, qalırıq B-si arasında. B-dən much more beautiful olmalıydı. Ona görə cavab oldu B. Beautiful cavab B variantıdır. İndi isə baxaq 58-ci testdə my friend his native land when he was. Vəndən sonraki cümlə keçmiş olduğu üçün əvvəlki cümlədə keçmiş olmalıydı. Ona görə deni və yeni çıxırıq, seni də çıxırıq çünki onlar zaman uzlaşmasına görə uyğun deyil. İkinci tərəfimizdə isə now verilib. İndi isə USA-də yaşayır. İndiki zaman tələb etdiyi üçün B variantındakı live it yox. A variantında lives olmalıydı. Ona görə cavab olur A variantı. 59-cu testdə bizdən sinonim soruşur. Awesome sözünün sinonimi soruşulur. Bizdən bilirik ki, awesome möhtəşəm, gözəl deməkdir. Ona görə cavab olur wonderful, gözəl, fantastic, gözəl, 1-5 cavab olur A variantı. Challenging, çətin, boring, sıxıcı, confusing, çaşdırıcı bunlar mənaca ona sinonim deyil. İndi isə baxaq 60-cı testin izahına. Burada bizdən line of noun soruşur. Ona görə variantlarda digər nitq hissələrini çıxırıq. A variantında doubtful sifətdir, B variantında carefully zərfdir, C variantında dangerous sifətdir, Y variantında important sifətdir. Ona görə cavab olur D variantı. Əhali, ceremony, mərasim, assistance, kömək ya da asistant. 61-ci testə baxaq. Bu da mübtəda xəbər uzlaşması dərsidir. Garden, full of-dan əvvələ baxırıq. Garden tək olduğu üçün was təkdə verilib. Ona görə 1 doğrudur. İkinci təkdə Neither Nora baxırıq. Neither Norda həmişə ikinci ismə baxırıq. Friends təkdədir. Arisə cəmdə verilib. Bu yanlışdır. Tea and coffee. Cümlənin 2 mübtədası varsa xəbər cəmdə verilməli idi. Çünki ikinci tərəfdə də deyir ki, sevimli içkilərimizdir. Ona görə 3 yanlışdır. 4-də isə every student has to wear uniform. Hər şagird təkdə olduğu üçün xəbərdə təkdə olmalıydı. Ona görə 1-4 doğrudur. Cavab oldu Y variantı. 62-ci testə baxırıq. The subject is. Burada deyir ki, bu fən mənim gözlədiyimdən daha çətindir. Ona görə 1 doğrudur. Və 2-də müqayisə olunacaq bir şey yoxdur deyə. The most difficult. Əgər desəydik ki, keçdiyim, gördüyüm bu tipdə test olsaydı biz bura seçərdik bu 2-ni. Ona görə bu yanlışdır. 3-də ümumiyyətlə struktur səhvdir. Much more olmalıydı. Much varsa mütləq müqayisə istəyir. 4 doğrudur. Mənim gözlədiyim kimi çətindir. 4 doğrudur. 5-də isə the most birinci most varsa D ilə olmalıydı və yenə də gördünüz ki, ikinci variantımızda var idi, amma biz onu düzgün götürmədik. Çünki mənac uyğun gəlmir. Bu fən mənim gözlədiyimdən daha çətindir ya da gözlədiyim kimi çətindir. Ona görə cavab olur 1-4 D variantı. 63-cü testə baxırıq. Nöqtələrdən sonra useful information verilib. Sayılmayan isim olduğu üçün cavab olur 1. Few'dan sonra biz sayılan cəm isim götürürük. Ona görə 2-3 yanlışdır. 4 doğrudur. Some həm sayılan, həm də sayılmayanla işlənir. Ona görə cavab oldu 1-4. 64-cü testdə bu artikel mövzusudur. Ailə. Hansı ailə? Bu ərazidə yaşayan ailə. Demək biz konkret bir ailədən danışırıq deyə. Ona görə buna D artikeli qoymalıyıq. A-nı, B-ni, C-ni çıxırıq. İkinci nöqtələrdən sonra sayılan tək isim var. Ona görə artikel qoymalıyıq. İlk nöqtəyə ən yaxın duran sözümüz new. Samit səslə başladığı üçün biz ona ən yox, E artikeli qoymalıydıq. Cavab oldu Y variantı. 65-ci testə baxırıq. Katie was able to solve problem. Problem sayılan, daha doğrusu deyir ki, Katie öz problemini həll etdi. She-dən sonra isim gəlməz deyə she variantlarımızı çıxırıq. D variantında hörçdən sonra isim gəlməz. Qaldıq C və Y variantlar arasında. Və Cassie problemini by herself həll edir. Yəni özü həll edir. Ona görə Y variantında myself uyğun gəlmir. Cavab oldu C variantı. Və 66-cı testdə bizdən definition soruşur. To succeed in dealing with a problem that has been preventing you from achieving something. Deyir səni uğur qazanmaqdan saxlayan bir problemin öhdəsindən gəlmək. Yəni onu
onu həll etməyi bacarmaq. Bu olur ya variantı overcome, yəni bir şeyin öhdəsindən gəlmək. Digər variantlar mənaca uyğun gəlmir. 67-ci testdə positive case soruşur bizdən. Apostrof S-dən sonra mütləq isim olmalıydı. Burada these, təkdi, dogs, bitches də yazılıb, ayrı S olmalıydı. Çünki işarə vəzi özündən sonra yəni these, ayrı S, these, those isə bitches istəyir. 2-də burada apostrof S verilib, amma cümlədə başqa bir xəbər yoxdur. ING-li xəbər olanda mütləq başqa xəbər axtarın. Başqa xəbər varsa, buradakı ING-li söz isim ola bilər, yoxdursa olmur. Demək ki, də yanlışdır. These are my friends photo. Mənim dostlarımın şəkilləridir. 3 doğrudur. 4-də this boy's backpack is too heavy. Bu oğlanın çantası çox ağırdır. This təkdə, boy təkdə və apostrof S-dən də sonra isim verilib deyə doğrudur. Cavab oldu B variantı. 68-ci testə baxırıq. Antonim soruşur bizdən. Essential, necessary hər ikisi sinonimdir, vacib. Hungry, starving hər ikisi acdır, sinonimdir. Awful, wonderful, dəhşətli dərəcədə pis və gözəl antonimdir. Tired, exhausted, əldən düşmüş, taqətsiz və yorğun bunlar sinonimdir. Alive and dead isə ölü və diri sözləri bir-birinin antonimdir. Ona görə cavab olur 3-5. İndi isə gəlin birlikdə kiçik mətnlərimizə baxaq. Short tekstlərdə mütləq hər nüansa diqqət etməlisiniz. Hansı variant niyə səhvdir onu özünüzə qeyd edin ki, testi yazmaq sizin üçün asan olsun. Burada bizə deyilir ki, diqqət, futbol oyunu var bu Saturday'də 4 PM-də məktəb stadionunda. Hər kəs bura gələ bilər, oyun izləyə bilər. Giriş pulsuzdur. Gəlin və öz oyunçularınızı dəstəkləyin və gəlin dəstəkləyək və birlikdə əylənək. A variantında deyir ki, bilet almalısınız. Bu yanlışdır. B variantında deyir ki, oyun izləmək free deyil, amma demişdi ki, freedir. C variantında deyir ki, heç kimə icazə verilmir oyun izləmək. Not everyone olmamalıydı, hər kəsə icazə verilir. D variantında futbol oyunu bu həftə sonu olacaq. Bəli, ümumiyyətlə belə tipdə həftə günləri verdikdə Saturday və Sunday həftə weekend sayılır. Digər həftə günləri isə weekend sayılmır. Ona görə bunlara diqqət edin. D variantı doğrudur. E variantında isə deyir oyunçuların dəstəyə ehtiyacı yoxdur, amma var. Ona görə cavab oldu D. 70-ci testdə deyir ki, növbəti Wednesday-də bizim universitetimizdə Cultural Food Day olacaq. Kafeteriyada müxtəlif ərzaqlar müxtəlif ölkələrdən sunulacaq və şagirdlər gəlib bunu free şəkildə, pulsuz şəkildə bunları dada bilər. Hər kəs bura qoşula bilər və müxtəlif ölkələrin adətlərini yeməklər vasitəsilə öyrənə bilər. Don't miss this fun event, bu əyləncə hadisəsini buraxma. A variantında deyir ki, siz yemək üçün ekstra pul ödəməlisiniz. Yanlışdır. Cultural Food Day next weekend də yox, Wednesday weekend deyil, demişdim, Saturday və Sunday weekenddir. C variantında you can learn only, yalnız yerli yeməklər yox, müxtəlif ölkələrdən demişdi. Ona görə gördüyünüz kimi different countries demişdi deyə C də səhvdir. D variantında yalnız yerli yeməklər veriləcək. Xeyr, yerli yox, həm də xarici ölkələrin yeməkləri. Y də isə düzdür. Cultural Food Day studentlər üçün keçiriləcək. Y variantı doğrudur. 71-ci testə baxırıq. Missing cat, itmiş pişik, ağ və qaradır. Deyir, gözlərinin yanında və qulaqlarının yanında biraz tüklər azdır, nazikdir. Əgər sən onu görmüsənsə, zəhmət olmasa bizlə əlaqə qur. O ən sonuncu dəfə Trade Center, ticarət mərkəzində görünüb. A variantında deyir ki, əgər pişiyiniz itibsə bizlə əlaqə qurun. Xeyr, burada artıq itmiş pişiyin elanı idi. V variantı deyir, heç kim onu heç harda görməyib, amma onu görən olub Trade Center'da. Ona görə bu da yanlışdır. C variantı deyir ki, itmiş it axtarılır, daha doğrusu pişik axtarılır. C variantı doğrudur. D variantında deyir ki, pişik tapıldı Trade Center'da. Xeyr, axırıncı dəfə orada görülüb, ondan sonra görülməyib. Gördüyünüz kimi elanda da indiki zamanı idi ki, əgər görmüsənsə zəng elə bizə. D variantında ona görə tapılmadı, səhvdir bu. Y variantında isə deyir ki, onun qulağının yanında tük ümumiyyətlə yoxdur, amma burada demişdik bit sinir adca nazikdir, amma demək ki, tük var. Ona görə Y də səhvdir, cavab oldu C variantı. Readingimizə diqqət eləyək. Demək ki, bu mətin Spain və Barcelonaya yaxın olan Badalona şəhəri haqqındadır. Bu şəhər Barcelonanın bir hissəsi sayılır və öz gözəl çimərlikləri, uzun tarixi və zəngin tarixi ilə tanınır. Onun əhalisi 220 min adamdır təxminən və bura məşğul bir yerdir. Burada mağazinlər, restoranlar, barlar, kafelər var, kafelər zinciri var özü şəhər mərkəzində. Əsas Badalonanın əsas turist attraksiyonlarından biri çimərliklərdir. Hardakı burada yerli və insanlar və turistlər günəşdən həzz alırlar. İnsanlar gəlirlər bu çimərliyə relaks olmaq üçün, swim, üzmək, take part in sport like voleybol and football, futbol və voleybol kimi oyunlarda iştirak etməyə. Dəniz kənarı da həmçinin gözəl bir yerdir gəzmək və velosiped
sürmək üçün Badalona is a city with rich history, zəngin tarixi olan bir şəhərdir. O vacibdir. It is once an important Roman settlement. Deyir ki, o ilk vacib Roman məskənlərindən biridir. Bununla belə bu gün çox insanlar gəlib burada qədim Roman şəhərinin dağıntılarından baxaraq buranın tarixini öyrənirlər. Badalonanın Roman hamamları və Badalona muzeyi gözəl yerdir şəhərin tarixini öyrənmək üçün. Şəhərdə həmçinin çoxlu parklar və green spacelər, yəni yaşıllıq yerləri var ki, hansı ki insanlar orada təbiətdən həzz alır. Montagola parkı və Badalonadakı Situate parkı məşhur bir yerdir gəzmək, qaçmaq və piknik etmək üçün. İndi isə gəlin suallara baxaq. Birincidə soruşur ki, Montagola parkı və Situate Badalona parkı məşhurdur özü nə ilə? Baxın, bu hissədə verilmişdir. Walking, running, having picnic. They are popular place for running, having picnic. Bir doğrudur. A variantında deyir restoranı ilə, restoran şəhər mərkəzində idi. B variantında zəngin tarixi ümumiyyətlə şəhərin özünə aid idi. Barları və kafeləri ilə məşhurdur. Burada elə bir cümlə deməyib. D variantında isə qədim dağıntıları ilə, burada da parkın məşhurluğu ona aid deyildi. Ona görə cavab oldu Y variantı. 73-cü testdə deyir ki, çox turistlər gəlirlər Roman şəhərinin dağıntılarına baxaraq nə etməyə? Onun zəngin tarixini öyrənməyə. Ona görə cavab oldu C. Baxın istəsəz bu cümlədə də sizə göstərə bilərəm. Baxırlar buna to learn more about its history. Onun tarixi haqqında daha çox məlumat yığmağa. 74-cü testdə bu tərəfdə qeyd etmişəm ki, sizin üçün yoxlamaq asan olsun. Burada bizdən false soruşur. Digər cümlələrə demək ki, hamısı düzdür. Baxaq birincidə. Badalona is located far from Barcelona. Xeyr, birinci cümlədə demişdi ki, near the Barcelona. Görürsünüz, near Barcelona. Ona görə bir yanlışdır. B variantına deyir ki, yerli insanlar, turistlər həzz alırlar günəşdən. Bu cümlə mətndə deyilmişdi, gördüyünüz qədər. Baxın, turistlər də gəlirlər. Turistlər də həm də yerli insanlar da günəşdən həzz alırlar demişdi. C variantda deyir ki, çox gözəl yerdir gəzmək və velosiped sürmək üçün. O da bu hissədə deyilmişdi, işarə qoyduğum hissədə. D variantında isə 200 mindən çoxdur. Gördüyünüz qədərlə bəli. 220 mindən elə 220-dən çoxdur. 200 mindən daha çoxdur. Ona görə buradakı more həmin mənanı verir deyə bunu yanlış götürmürsünüz. Ola bilər ki, testdə bu nüanslar sizi çaşdırsın. Hər zaman buna diqqət edin. More ya da less olduqda həmin verilən rəqəmdən çoxunu və ya azını götürürsünüz. Burada da eyni rəqəmi verib deyə D variantı doğrudur deyə bunu götürmürük. Y variantında Badalona məşhurdur çimərlikləri ilə, bu da mətndə deyilmişdi. Bizə deyilməyən səhv olan lazım idi, o da cavab olur. A variantı, çünki Barcelonaya yaxındır, burada isə yaxın deyil demişdi. 75-ci testdə bizdən soruşur ki, mətin nə haqqındadır? Mətin İspaniş şəhəri haqqındadır, hansı ki Barcelonaya yaxındır, ona görə cavab olur Y variantı. A da idmanlar haqqındadır. B də müasir bir Roman şəhəri haqqındadır. Barcelonadakı, xeyr, burada müasir deyildi, əksinə qədim idi. C variantındakı təkcə turistlərdən danışmırdı. Y variantında təkcə park və qrin yerlərdən danışmırdı. 76-cı testdə isə only a few parks is situated in the city. Burada bizdən correct variant soruşur. Ona görə hər bir nüansa diqqət etməliyik. Burada deyir yalnız biraz park var bu şəhərdə. Xeyr, burada gördüyünüz qədər many parks var idi. Ona görə bir yanlışdır. 2-də deyir ki one of the important Roman settlement located in Spain. Bəli, bu Roman məskənlərindən biridir. Bildiyimiz qədər də öz settlementlər də var. Bu da İspaniyada yerləşən bir yerlərdir. Ona görə 2 doğrudur. 3-cü testdə deyir ki there are a lot of shopping center in Badalona. Bəli, bu doğrudur. Bunu elə birinci cümlədə vermişdik ki, shoplar var, gördüyünüz qədərlə barlar, kafelər var. Ona görə 3 də doğrudur. Burada 2, 3 doğrudur. Və 4-də isə ancient yer yoxdur. Əksinə ancient yer var və gəlib burada Roman şəhərlərinin tarixini, daha doğrusu Roman məskəninin tarixini də öyrənirlər. Həm də şəhərin öz tarixini öyrənmək olurdu. İndi isə dinləmə mətnimizlə tanış olaq. Mətni ümumi nəzər yetirək. Mətnimiz Avstraliyan bir rəssam Lee Hadwin haqqındadır. Bu rəssam yatan rəssam adlanır. Çünki o gözəl şəkillərini yatarkən çəkir. O deyir ki, oyaq olanda şəkil çəkməkdə yaxşı deyil və o heç vaxt rəsm məktəbində təhsil almayıb. O başlayıb şəkil çəkməyə 4 yaşı olanda yuxuda. İlk dəfə sadə xətlər çəkilmiş, formalar çəkilmiş, lakin yeniyetmə olanda onun şəkilləri daha çox detallı, ətraflı olmağa başladı. O pensdən və bəzən də kofedən və digər şeylərdən istifadə edir öz şəkillərində. He doesn't remember. O xatırlamır when he wakes up. Oyananda deyir nə çəkdiyini,
çəkdiyi şəkilləri xatırlamır. Bəzi həkimlər və alimlər onun beynini yatarkən analiz ediblər, yəni araşdırıblar, lakin onlar başa düşməyiblər ki, niyə o yatanda şəkil çəkə bilir? Bəzi insanlar düşünürlər ki, onun rəsmləri gəlir subconsciousda, yəni bilinçaltı özündən qeyri-ixtiyari gəlir. The part of the brain, beynin bu hissəsi, hansı ki biz oranı kontrol edə bilmirik. Yəni bilinçaltı bir tərəfdə çəkilir deyir o şəkillər və biz hansı ki beynimizin o hissəsini hərəkət etdirə, daha doğrusu kontrol edə bilmirik. O istifadə edir öz şəkillərindən başqalarına kömək etmək üçün. O öz rəsm şoularından qazandığı pulları xeyriyyə verir və bura həmçinin bu qruplara, bu xeyriyyələrə xəstə uşaqlar və itmiş insanlara aiddir bu xeyriyyə. Lee Hadwins'in hekayəsi bizə göstərir ki, insan beyni çox güclü və hələ də sirli bir şeydir. İndi isə gəlin suallarımıza baxaq. Bir də 77-də bizdən soruşur ki, Lee'sin şəkil qabiliyyəti, şəkil çəkmə qabiliyyəti bəzi çox tədqiqatçıları və həkimləri təəccübləndirir. Bir, doğrudur. 2-də deyir ki, göstərir ki, insan beyni nə qədər güclüdür. Bu doğrudur. 3-də deyir ki, could heartily be helpful. İnsanlara kömək etmir, amma bunun qabiliyyəti ilə bu xeyriyyə cəmiyyətlərində xəstə uşaqlara kömək eləyirdi deyə ona görə 3 yanlışdır. 4-də isə adi və adi bir şeydir. Xeyr, hamın adi bir şey deyil. Ona görə cavab olur 1, 2, D variantı. İndi isə baxaq 78-ci testimizə. Deyir, niyə Lee'sin qabiliyyəti hesab olunur çox qəribə? A variantına deyir ki, çünki həkimlər onun uğurunun sirrini bilirlər. Xeyr, tapa bilməmişdilər. B-də deyir ki, o məktəbdə akademik bir təhsil alıb, rəsm dərs alıb, xeyr, almamışdı. C-də deyir ki, o detallı şəkildə xatırlayır öz şəkillərini, xatırlamırdı. D variantında isə deyir ki, o yalnız qələmdən və pen və pensildən istifadə edir. Xeyr, həmçinin kofedən və digər şeylərdən də istifadə edir. Y variantı isə doğrudur, çünki burada deyir ki, çünki şəkilləri yatarkən çəkir. Ona görə də o qəribə gəlir. 79-cu testdə A variantında deyir ki, yatan artistlərin sərgisi. Xeyr, artistlər bir dənə idi. Ona görə A səhvdir. B variantında mətn təkcə, dinləmə təkcə Lee'nin məşhur əsərlərindən danışmırdı. Ümumiyyətlə, hansısa bir məşhur əsərinin adı da çəkilmədi. C variantında insan beyninin simplicity, adiliyi. Xeyr, adiliyi yox, əksinə qeyri-adiliyi olmalıydı. D variantında mətnimiz ümumiyyətlə beynin bilinçaltı bir hissəsindən danışmırdı. Bu zaman bir rəssam haqqında heç bir məlumat vermədi. Ya xırda bir cümlədə verərdi və digərlərdə artıq beyin araşdırmalarından danışardı. Ona görə D variantı yanlışdır. Y variantı isə düzdür. Lee'nin unusual qabiliyyəti, yəni Lee'nin qeyri-adi qabiliyyətindən danışırdı. Y variantı. 80-ci testdə true və false istəyir bizdən. Lee created many fascinating pictures using different things. Lee deyir, gözəl şəkilləri müxtəlif əşyalar istifadə edərək çəkir. Düzdür, qələm, pen, pencil, coffee, hətta digər şeylərdən də istifadə edirdi. Hadwin pulunu verir xeyriyyələrə. Düzdür, 2 də doğrudur, truedur. 3-də deyir ki, most Lee's pictures are made while awake. Oyaq olarkən çəkib, xeyr, yatarkən çəkib, ona görə 3 false-dur. 4-də isə deyir ki, beynin bütün hissələri kontrol oluna bilir asanlıqla. Xeyr, demişdi ki, subconscious mind, yəni bilinçaltı hissələri biz kontrol edə bilmirik. Ona görə 3, 4 false, 1, 2 isə truedur. Esse şəklimizə isə diqqətlə baxsaz, bir neçə dostdur, oğlan da yığılıblar və bunlar futbol oynayırlar. Sonra ikinci şəkildə artıq futbol oynamağa başlayıblar. Üçüncüdə isə artıq onlar qalib gəliblər və buna aid bir 35 sözlük, təxmin 35-50 sözlük esse yazsaydınız, yetər qədər balınızı ala bilərdiniz. Dinlədiyiniz, öyrəndiyiniz üçün hər birinizə çox-çox təşəkkür edirəm. Kanalı bəyənməyi, abunə olmağı, şərh yazmağı və paylaşıb digərlərinə də faydalı olmağı unutmayın.